28 may metro və Səməd Vurun Parkının tam yaxınlığında sizlərə 3 otağa düzəlmə bir mənzil təqdim edirəm. Buyurun, seyr edək. Gözəl, ideal 3 otağa düzəlmə bir mənzil təqdim edirəm. Dəyərli dostlar, bu mənzil bütün mebellərlə təmin olunub. Qonaq otağının ön hissəsində sürgülü şüşə qapılarla ayrılmış bir mətbəx hissəsi var. Sağlı-sollu gözəl dolaplar və qarşısında gözəl bir pəncərə. Dəyərli dostlar, oturma hissəsinə geri dönsək, divan, qarşısında TV stenti və 6 nəfərlik yemək masası. Mənzilin çox gözəl bir xol hissəsi var. Daxil olan kimi mənzilə boy bir ayna sizi qarşılayır. İndi isə yataq otaqlarını sizlərə təqdim edeyim. Birinci olan yataq otağı qarşısında eyvanı var. Bu yataq otağı boşdur, alıcının öz zövqünə buraxılıb. Sadəcə dolap yerləşdirilib. Xolun davamında bir dolap, daha 4 qapılı. Mənzilin ümumi olan hamam otağı çox gözəl dizayn verilib, taxta teksturalı. Və son olaraq mənzilin əsas olan yataq otağını göstərim. Daxilində qardırob otağı.